Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasət müzəssəsidir. Müstəqil siyasət aparan Azərbaycan bugün ən yüksək zirvələrə çatır. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Azərbaycan gənclərinə mən üst tutub deyirəm, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Bugün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, xoşbaxt gələcəyə aparacaq. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan! Mənə belə gəlir ki, atam hər zaman qətiyyətli və güclü olub. Son zamanlarda atam babama çox bənzəyir. Mənə belə gəlir ki, sanki atam babamın bir parçasını özündə təkrarlayır. Onun üçün ən əsas Azərbaycandır, insanlardır, ailəsidir. Məhz Azərbaycan xalqına olan sədaqəti xalqın onu bu qədər sevməsinə səbəb olmuşdur.